Bu canavarlar azğınlaşır, özü də çox pis vəziyyətdir. 6 baş heyvanımızın 5'ini öldürüb, birini də yeyib çıxıb gedibdi. Qovanmadıq, öldürüb də birini də yeyiblər. Ucarda canavarlar kəndə hücum edib. Hadisə günorta saatlarında rayonun Alpod kəndində qeydə alınıb. Kənd sakini Şamil Hüseynovun təsərrüfatına soxulan yırtıcı heyvanlar birbaş xırda buynuzlu heyvanı öldürüb, 5 başını isə aparıblar. Təsərrüfat sahibi bildirib ki, əvvəllər belə hallara yalnız gecə saatlarında rast gəlinirdisə, son zamanlar canavarlar gündüz vaxtlarında kəndə yaxınlaşaraq heyvanlara zərər verir. Canavar gəlib 6 dənə qoyunumuzu öldürüb həyətyanı sahədə. Düyük düşməmiş də biri deyil, bilməmişik. Qəfildən gəlir, olmur. Bundan irəlidə də gəlmişdi, düyük düşmüşük, düşdük, qovduq. Bu səfər düyük düşənmədik, qovmamışıq. Qovanmadıq, öldürüb də birini də yeyiblər. Birini də yeyib, yəni çıxıb gedib. Adiyyəti qurumlardan xahiş edirəm ki, bu işlə bir maraqlansınlar, bir tədbir görsünlər. Bu heyvanlar get-gedə, bu canavarlar azğınlaşır, özü də çox pis vəziyyətdir. Bir dənə mal gəlib ki, qapıda cumur. Bayaqdan çörbağır idi, indi gəliblər qapıya, qapıda gəlib cumurlar malı. Günorta saatlarında bax, iminlə günorta saatlarında gəlir. Necə gəlirlər? Sürü şəklində gəlirlər? Sürü şəklində 3 dənə, 5 dənə, 2 dənə, yəni tək olmur. Qorxursuz da bunu. Ona görə də qorxuruq, gəlib qapıda uşağa cumar, nəvələrim zadım var, nəvələrimə cumar, neyiniyər. Yəni qorxuruq ki, nəinki qoyun, adımızı da gəlib cumar qapıda, həyətyanı sahədə. Bax, belə azğınlaşıblar canavarlar. Qapıya gələn heyvanlar sürü şəklində gəlir. Bir dəfə gəldi heyvanların içinə, yoldaşıma dedim ki, bu nədir belə? Çağırdım yoldaşımı, düşdü bax, dedi ki, canavardır. Mən indiyə kimi canavar görməmişdim. Hündür bir heyvan idi, verici. Yəni, qovduq bir dəfə çıxdı getdi, bizi gördü, çıxdı getdi. Sonra ara bir şey çəkmədi, gəldi, 6 baş heyvanımızın 5'ini öldürüb, birini də yeyib, çıxıb gedibdi. Yəni, bir canavar üstümüzə mırıldayır, sürü şəklində gəzəyir. Həyətlərimizə hücum eləyir, yola çıxa bilmirik, gecə yerə düşə bilmirik. Toxucumuzu çaqqallar da, canavarlar da, toxucu saxlaya bilmirik, hamısını götürüb gedirlər. Yəni 2000 manatdan da çox bizə ziyanlıq vurubdur. Özümüz də ikinci qrup əlilik, yoldaşım da, özüm də, evdə də birinci qrup əlilik evladım var. Vəziyyətimiz olduqca ağırdır və bizə vurulan ziyanlığı kim ödəyəcək, nə cür eləyəcək bilmirik. Məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Alpod kənd üzrə nümayəndəsi Marif Abbasovun verdiyi məlumata görə mövcud durumla bağlı rayon İcra Hakimiyyətinə məlumat verilib. Yaxın vaxtlarda bununla bağlı tədbirlər görüləcəyi planlaşdırılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.